İşğaldan azad olunan Zəngilan şəhərinə köçürülən sakinlərə mənzillərin açarları təqdim olunub. AY24-ün xüsusi müxbirinin verdiyi məlumata görə şəhərə çatan ailələr qarşılaşdıqdan sonra onlara Mina Təmizləmə Agentliyi əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə məlumat verilib və təhlükəsizlik qaydaları izah olunub. Ailələr yeni mənzillərinin açarlarını qəbul edərək evlərində məskunlaşıblar və qeyd edək ki, bu mərhələdə Zəngilan şəhərinə 59 ailə, ümumilikdə 235 nəfər məskunlaşıb. Mən Zəngilan məcburi köçkün düşəndə 1-ci sinifdə oxuyurdum. İndi isə 41 yaşım var. İndi bura özüm müəllimə kimi qayıtmışam. Mənim uşaqlığım burada keçibdi 1-ci sinifə qədər. Amma indi bundan sonra öz övladlarım burada keçirdəcək. Çox əla, çox məmnun. İndi çox gözəl hisslərdir. Mən həmişə deyirəm ki, mən elə bilirəm ki, Zəngilanı məndən çox sevən yoxdur. Bəlkə də məndən çox sevən var, amma mən özüm elə hesab edirəm ki, məndən çox sevən yoxdur. Həqiqətən mən elə bil ki, yenidən həyata doğulmuşam bura gəldiyimə görə.